Deməli belə bir oyundur. Pişikdir. Oyunun personajı pişikdir. Elə oyunun da adı bundan götürülmüşdür. Bu süni intellektlə hazırlanıb. Yəni digər internetdə gördüyünüz oyunlardan fərqlənir. Süni intellekt nədir? İndi mən qısa olaraq deyəcəm sizə. Məsələn, bu pişiklə siz söhbət edə biləcəksiniz. Danışa biləcəksiniz. Belə ki, məsələn, tutaq ki, oyunu sizə verilib, siz oyunu oynamaq açmışsınız, indi oynamaq lazımdır. Bunu nə bilmirsiniz? Onda siz dönüş etməlisiniz, sizi bu oyunu kim verib, onun üzərində, düzdürmü? Artıq dönüş etməyəcəksiniz. Sadəcə bu oyun pişik özü sizə danışaraq bu oyunu sizin üçün izah edəcək. Yəni süni intellektin texnologiyasının gücü budur. Nə sual verəcəksiniz, o pişik sizin üçün cavab verəcək. Pişiklə oynayacaqsınız, rəqs edə bilərsiniz. Pişik hətta elə bir vəziyyətə gəlir ki, evinizin içində ola biləcək qədər belə bir mexanizm, texnologiyadır ki, bu yəni belə hazırlanmışdır. Yəni çox maraqlı bir oyun olacaq. Yəni düzdür, burada hələ bütün tam funksiyalar hələ tam hazır deyil, amma inşallah funksiyalar tam hazır olandan sonra daha da insanlar marağını kəsb edəcək. Deməli bu oyundan biz necə oynuruq, nə qarıq? Bizim işimiz nədir? Dedim ki, ildə bir dəfə loteriya, üzr istəyirəm, ayda bir dəfə, hər ayın biri loteriya oynayacaq. Sadəcə bu ay bayram olduğu üçün ayın 31 keçiriləcək və biz o loteriyada iştirak etmək üçün bilet əldə etməliyik. Bilet əldə etmək üçünsə biz nə etməliyik? Baxın, aşağıdakı, görürsünüz, aşağıda var 206, indi 178'dir. Yəni burada olur 206, 200 belə deyək. Sonra qaldıracaqsınız. 6, 3, 2 belə olacaq. Amma 200, yəni hər bir saatdan bir 200 burada monet olacaq. Bizim işimiz bu monetləri yuxarı yığmaqdır. Bax 1 milyon var ha. 1 milyon 716 mini. Ora. Onun üçün biz nə qarıq tıxlayırıq. Tıklama edilir, görürsünüz, gedir. Yığılır ora. Yəni bir saatdan bir bu yığıldı. Bir-iki dəqiqə bunu yığırıq. Tez-tez vuruq, yığılır. Və bu sıfırlaşır. Sıfırlaşandan sonra bir saat gözləyirik. Bir saat ərzində həmin 200 monet yeni yığılır. Yenə başlayırıq onları toplamağa. Toplayırıq ki, biz bu yığılan monetlərin əvəzinə bilet alaq. Bilet almaq üçün nə edirik? Biz keçirik. Ya buradan da keçə bilərik. 4 bilet görürsünüz, ora vururuq. Oradan da keçə bilərik. Geri qayıtmaq üçün isə bu ortadakı qırmızını, ortadakı pişiyin başı var, yumru. Onu vururuq, qayıdaq geri. Və yaxud aşağıdan ikinci rozıqlı. Şimdi bu rus dilindədir. Onu vururuq. Yenə də həmin yeri gəlib çıxırıq. Bir də yenə ortadakı vurub qaydırıq. Burada var, sonra sağda, mən soldan başlayayım izah eləməyə, mağazinlər. Burada məsələ, inşallah qazanandan sonra siz tutaq ki, qarmaq ala bilərsiniz, pişiyin balıq tutması üçün. Bax, belə bir şeylər ala bilərsiniz, bazardan, mağazindən. Sonra qarmaq ala bilərsiniz, nə deyirlər, sonra balıq tutan və s. Sonra buna baxdıq, rozıqrışdır. Bu əsas səhifədir. Burada yumrudan sonra hepsi sağda zadaniya yazılıb, yəni tapşırıqlar. Burada tapşırıqlar olacaq, əlavə həmin balları toplamaq üçün, yəni monetləri toplamaq üçün. Bir də druzya, yəni siz insanlar bura dəvət etməklə də dostlarınızı, tanışlarınızı, onlar da referal linki verirsiniz, onlar da bura daxil olur. Onlar qoşulduqsa sizin də monetləriniz çoxalır. Bizim də monetlərimizin çoxalması marağımızdadır ki, biz çox bilet ala bilərik. Məsələn, mənim indi 4 biletim var. Məsələn, asıram, baxın. 4 biletim var. İndi mən 5 milyon yığmalıyam ki, 5-ci bileti də alım. İndi yığa biləcəyim, yığacam, yığmayacam, qalacaq. İndi neçə bileti var, ona iştirak edəcəm. Amma bilet oyun qutandan sonra bütün hər şey sıfırlaşır, yenidən başlayıb yığmaq lazımdır. Yəni buna görə ən çox insan bura dəvət etmək lazımdır ki, siz bunları edəsiniz lazımdır. Yəni bunu da kim edirsiniz edəcək. Amma marağı var ki, istəyər ki, yəni bugün bilirsiniz ki, loteriya oyunlarına insanlar böyük pullar xərcləyirlər. Hər həftə, hər ay küçədə satan loteriyalar var da, bəxtlərini sanamaq üçün ümid edirlər ki, kimsə nəsə qazanar. Amma bu pulsuz bir şeydir ki, ayda bir dəfə siz bundan istifadə edə bilərsiniz. Bu sizin yəni pulsuz variantdır ki, bundan istifadə etməklə ayda bir dəfə
lotereyada iştirak etmək və paralel olaraq əgər kim istəyərsə cəmi 2 manatla keçməklə bonus proqramına qoşula bilər. Bonus proqramından qazanc imkanlarını istifadə etməklə tanış olub orada artıq gündəlik, aylıq, həftəlik pulları qazana bilər. Özü də böyük pullardan söhbət gedir. Bax, bu cürə şirkətin bizə belə bir imkanlar verir ki, heç nədən biz burada pul qazanaq. Yəni bugünkü gündə artıq 100 min insanla keçib, 100 min əməkdaşın sayı keçib ki, bugün bu şirkətlə əməkdaşlıq edirlər və Azərbaycanda da bizim komandamız var və bu komanda da yavaş-yavaş inkişaf edir. Demək olar ki, bütün regionlardan əməkdaşlarımız var. Tezliklə burada hamı olacaqdır. İndi kim qabağa düşsə, onun şansı daha böyük olacaqdır. Yəni, imkan verilib, istifadə edək, necə deyək, həyatımızı quraq, həyatımızı dəyişək və normal həyatımızı yaşayaq. İndi isə mən keçid edirəm, qazanc planını danışacağım. Bonus proqramının daha doğrusu, ona da qulaq asın, diqqətlə, nə sualınız olarsa qeyd edirsiniz, cavabını alırsınız və qərar verirsiniz. Yəni, bu